Görün əlimdə nə var? Bəli, hər birinizin çox sevdiyi o ağ, yumuşaq, çox gözəl qoxan bir çörək. Görün nə yumuşaqdır, necə gözəl qırılır və necə gözəl dadır, üstündə susamları belə var, çox gözəldir. Görün necə yumuşaqdır. Çoxları bu çörək olmadan yeməyini və hətta həyatını belə təsəvvür edə bilmirlər. Bu çörək niyə bu qədər asıllıq yaradır axı? Qeyd edeyim ki, bu çörək formasında gördüyünüz şey əslində bir şəkər bombasıdır. Bu çörəyin içərisində ümumiyyətlə lifdən əsər əlamət yoxdur. Kəpəksizdir. Bunun glikemik indeksi 70-75 aralığındadır. Yəni bunu yeyəndə demək olar ki, şəkər yeyirsiniz. Və orqanizminiz şəkər yediyi kimi buna da təsir göstərir. Baxın, bu da çörəkdir. Baxın, əsl kəpəkli qara çörək. Ümumiyyətlə əzə bilmirəm. Təsəvvürünüzə gətirirsiniz, bu çörəyi əzə bilmirəm. Bu çörəyin glikemik indeksi isə 40-45 aralığındadır. İlk növbədə çörəyin rənginə aldanmayın. Çörək qara da ola bilər, boz da ola bilər və yaxud da ki, başqa digər rənglər də ola bilər. Bu, onun keyfiyyətindən və yaxud da ki, sağlamlığından danışmır. İkinci məsləhətim, çörəyi mütləq şəkildə dondurun. Çörəyi donduranda çörəyin tərkibində olan nişastanın kimyəvi strukturu dəyişir və qana 40% daha yavaş keçir. Çörək seçərkən diqqətli olun. Mən sizə çörək yeməyin demirəm. Sağlam çörək yeyin deyirəm. Bu videonu çörəkdən asılı olduğunu düşündüyünüz bir tanışınıza göndərin.